Mayın 14-də Qəzvində mənzil almaq üçün illər əvvəl pul ödəmələrinə baxmayaraq evləri təhvil verilməyən vətəndaşlar yenidən etiraz eyləmi keçiriblər. İLNA xəbər agentliyi məlumatına görə mənzil fondunun qarşısına toplaşan yüzlərlə Qəzvinli hökumətin onları aldatdığını, müxtəlif dövrlərdə onların əlavə ödənişlər tələb etdiyini bildiriblər. Qeyd edək ki, bundan əvvəl mənzilləri təhvil verilməyən Qəzvinli işçilər bir neçə dəfə etiraz eyləmi keçiriblər. Özbəkistanda 6-cı əsrə aid olduğu təxmin edilən türk pulları aşkarlanıb. Göytürk dövrünə aid olduğu düşünülən sikkələrin üzərinə Türk xaqan sözü yazılıb. Bu kəşfin türk tarixini dəyişdirə biləcək önəmə malik olduğu hesab edilir. Mütəxəssislərin fikrincə bu tapıntı türk adının keçdiyi məlum ən qədim yazılı sənəd ola bilər. Özbək arxeoloq Qaybulla Babayarovun sözlərinə görə Daşkənd bölgəsində tapılmış tunç sikkələrin 20-dən çoxu Qərbi Göytürk xaqanlığına aiddir. O bildirib, Sok dilində yazılı sikkə nümunələrindən birində türk xaqan ifadəsi yer alıb. 6-7-ci əsrə aid olduğu düşünülən bu sikkə Qərbi Göytürk xaqanlarından birinə, xaqanlığın qurucularından biri, İstemi xaqanın Fərqanədə hakimiyyətdə olan nəvələrinə məxsus ola bilər. Urmu, Kərəc, Şiraz və Qonabat şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib. İranın İnsan Haqları Təşkilatının verdiyi məlumata görə edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Şirazın Adilabad həbsxanasında edam edilənlərdən birinin Məhtab Əmiri adlı qadın olduğu bildirilib. Bununla da son 25 gün ərzində İranda edam edilənlərin sayı 106 nəfərə çatıb. Tehran Amerika sanksiyalarının ləğvi müqabilində zənginləşdirilmiş urandan imtina etməyə və nüvə proqramı ilə bağlı sərt məhdudiyyətləri qəbul etməyə hazırdır. Bunu Əli Xameneinin müşaviri Əli Şamxani NBC telekanalına müsahibəsində deyib. Əli Şamxani bildirib ki, Amerika bütün iqtisadi sanksiyaları aradan qaldırmağa razılaşarsa, İran uranın silah səviyyəsinə qədər zənginləşdirilməsini dayandıracaq, ehtiyatlarını azaldacaq və beynəlxalq yoxlamalara icazə verəcək. İranın dərhal belə bir müqavilə imzalayıb imzalamayacağı sualına Şamxani hə cavabını verib. Əgər Amerikalılar dedikləri kimi hərəkət etsələr, şübhəsiz ki, bizim daha yaxşı münasibətimiz ola bilər. Bu yaxın gələcəkdə daha yaxşı vəziyyətə gətirib çıxara bilər deyə o bildirib. Amerika İrana qarşı sanksiyaları genişləndirib. Nazirlik sanksiya siyasına Çin də daxil olmaqla 10 şirkəti əlavə edib. Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Nazirlik sanksiya siyasına Çin də daxil olmaqla 10 şirkəti əlavə edib. Qeyd olunub ki, məhdudiyyətlər 4 Çin və 1 İran vətəndaşına, həmçinin bu ölkələrin 10 hüquqi şəxsinə qarşı tətbiq edilib. Bu şəxslər və şirkətlər ballistik raketlərdə istifadə olunan əsas komponentlərin, xüsusilə karbon lifinin yerli istehsalı layihələri çərçivəsində İnqilab Keşikçiləri Korpusuna bağlı qurumlarla əməkdaşlıq ediblər, deyə məlumatda bildirilib. Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gedib. Danışıqlarda Zelenski ilə yanaşı prezident aparatının rəhbəri Andrey Yermak, Müdafiə naziri Rustem Umerov, Xarici İşlər naziri Andrey Sibiha və müşaviri Igor Zhovkva iştirak edəcək. Qeyd edək ki, prezident Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna hakimiyyəti ilə danışıqların aparılmasını təklif etsə də, o iştirakını açıqlamayıb. Mayın 14 axşam saatlarında Kreml nümayəndə heyətinin tərkibini təsdiqləyib. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Vladimir Zelenski də öz növbəsində bildirib ki, Vladimir Putinlə başqa heç kimlə danışıqlar aparmağın mənası yoxdur. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.